Durup burada mən nağıl danışırlar. Qurana and olsun. Tüpürüm o pulun içine de, şərəfinə də, mənliyinə də o pulun içine. Ne diyeyim ta? Kişi mən tanımaya 9600 manat pullu oldu ki, qardaş ol, bu motor mən alacağım, Perks motordur. Dəmsə 60 saat işləyib. Mən də bu radiator qarşı qalmışam. Radiator da burada, taksini gözləyəm, taksiyə aparıb verəcəm. İndi durub mənim 1000 manatı sapsasa kəs eləyir. Qardaş, pulu hara verim, deyirəm filan yerə verəcəm, ya Bakıya verəcəm, ya öz manat fərq eləmir da. Bilir. Çek verirsən, garanti verirsən, güya Kitaydan rəsmi olaraq mal gətirir. İşlənmiş mal alsan da, qardaş. Məndən alma, git verdən al. Çox mənim vecimə deyil. Hə, bir də problem olar. Dünyanın yarısı məni tanıyır, nə problem olacaq? Hə, bir insan düşüncəsi ilə gir, mən o qədər video çəkəcəm. Gir bir dənə rəyin birinin altına yazılan. Bax ki, gör kimsə artıq əslində yazır. Ha? Heç kəs yazanmaz, heç kəsin də başı üçündür. Çünki heç kəsə mən artıq hərəkət edəmirəm, heç kəsə mənə eləyə bilməz. O ki qaldı artıq danışmağı, heç kəs artıq danışa bilməz məndən. Yəni artıq deyəndə baş üçündür də danışmağı. Dəymişin qala-qala çalın tökərəm, inan Allaha. Neyse, sözümdə deyil, qanım qaralmışdır başqa şeyə. Eybi yoxdur. Motor zat lazım olsa problem deyil ha. Net 100 minə qədər deyirsən problem deyil, qardaşın qulluğundadır. Əmimizin indi motorunu alıb aparıb verir kargoya. Kargondan danışırıq, yüklüyürük, söhbət bizdən çıxdı. Qalanı kargo sahibinə əmrlikdir. Öpürəm sizi.